Salam. Bugün sizinlə birlikdə həqiqətən də fəlsəfənin, belə deyək, dərin sularına baş vuracağıq. Salam. Bəli, qabağımızda Jean-Paul Sartre'ın monumental əsəri Varlıq və Heçlikdən seçilmiş hissələr var. Düzdür. Əsər özü biraz, necə deyim, qorxuducu görünə bilər, amma məqsədimiz bu mürəkkəb fikirləri, o terminləri sizin üçün biraz daha aydınlaşdırmaqdır. Elədir. Çalışacaq ki, Sartre'ın varlıq haqqında şuur, azadlıq, sonra o insanlar arası münasibətlər, yəni bu kimi çox vacib mövzulardakı düşüncələrini açaq. Hə, sizin də mənbələrinizdə əsas vurğulananlar var. Məsələn, özündə varlıq, özü üçün varlıq. Bəli, bunlar onun antologiyasının, yəni varlıq təliminin təməl daşlarıdır. Sonra heçliyi anlayışı var, çox maraqlıdır və əlbəttə başqası ilə münasibət məsələsi. Mənim ilk diqqətimi çəkən Sartre'ın varlıq və olmaq anlayışlarını sanki ayırmasıdır. Yəni biri daha sabit, digəri isə bir proses kimi. Bu niyə bu qədər vacibdir onun üçün? Çox gözəl sualdır. Baxın, bu əslində bütün fəlsəfəsinin açar nöqtəsidir. O, iki təməl varlıq tipini müəyyən edir. Birincisi, özündə varlıq, latınca ensoi, bu, necə deyim, şuursuz, tam özü ilə eyni olan dəyişməz bir şeydir. Məsələn, bir daş ya da bu stol. Aha, aydındır. İkincisi isə özü üçün varlıq, pursoi. Bu şuurlu varlıqdır. Yəni, insan şuurunun fərqi odur ki, o dünyaya heçlik gətirir. Heçlik. Bu biraz negativ səslənir sanki. Əslində yox. Sartre üçün heçlik boşluq deyil. Şuur daima özündən kənara yönəlir. Hələ olmadığı bir şeyə doğru uzanır. Yəni, şuur nədirsə, əslində o deyil. Və nə deyilsə, məhz odur. Yəni, şuur özündə bir boşluq yaradır. Tam olaraq öz varlığında bir çatlaq, özü ilə arasında bir məsafə yaradır. Bu heçlik, bu məsafə olmasa, azadlıq da olmazdı, seçim olmazdı. Çünki seçim etmək üçün indiki vəziyyətindən fərqli bir gələcəyi düşünə bilməlisən. O boşluq buna imkan verir. Deməli, insan olmaq bir növ daimi bir natamamlıq halıdır. Özünü yaratma prosesi. Bəli. Daim özünü gələcəyə doğru atmaq, layihələrlə özünü qurmaq. Çox maraqlıdır. Bəs onda bu başqasının rolu nədir? Mətnlərdə başqası ilə sumut ilişkilər deyə bir bölüm var. Xüsusilə baxış anlayışı vurğulanır. Le regard. Aha, bax bu çox kritik məqamdır. Başqasının mövcudluğu və xüsusilə də onun baxışı mənim üçün, necə deyim, dramatik nəticələr doğurur. Başqası mənə baxanda, mən birdən-birə obyektə çevrilirəm. Mənim o daimi qaçışım, o özümü yaratma prosesim sanki donur. Başqası məni özündə varlıq kimi görür. Yəni bitmiş, müəyyən edilmiş, kateqoriyalaşdırılmış bir şey kimi. Mənim azadlığım onun baxışı altında sanki əriyir. Utanç hissi də buradan yaranır deyəsən. Mətnlərdə qeyd olunur. Tamamilə. Utanc, qürur, qorxu, bu kimi hisslər məhz başqasının baxışı ilə bağlıdır. Mən özümü başqasının gözündə görürəm və obyekt olduğumu dərk edirəm. Sartre hətta Hegelin məşhur ağa kölə dialektikasını da təhlil edir. Hegeldə sonda bir qarşılıqlı tanınma mümkündür. Amma Sartre daha pessimistdir. O düşünür ki, şuurlar arasında həqiqi bərabər bir tanınma əslində mümkün deyil. Münasibətlər daha çox bir münaqişə, bir gərginlik üzərində qurulur. Hər kəs digərini öz dünyasına həbs etməyə çalışır. Yəni sevgi də bir növ münaqişədir. Sartre'ın nəzəriyyəsində hətta sevgi də başqasının azadlığını ələ keçirmə, onu öz layihənə tabe etmə cəhdi kimi görünə bilir. Amma onun məntiqi budur ki, iki azadlıq heç vaxt tam olaraq barışa bilməz. Həmişə bir gərginlik qalır. Bu gərginlik, bu münaqişə bizi birbaşa o məşhur ifadəyə gətirir, insan azadlığa məhkumdur. Sanki azadlıq bir cəza kimi təqdim olunur. Azadlığa məhkumdur o deməkdir ki, biz seçməməyi seçə bilmərik. Biz dünyaya atılmışıq və əvvəlcədən müəyyən edilmiş bir mahiyyətimiz, bir təbiətimiz yoxdur. Allah tərəfindən və ya təbiət tərəfindən bizə verilmiş bir plan yoxdur. Yəni özümüzü özümüz yaradırıq? Məhz elə. Sartre deyir ki, varoluş mahiyyəti öncəliyir. Yəni biz əvvəlcə varıq, mövcuduq, sonra isə öz seçimlərimizlə, əməllərimizlə kim olacağımızı müəyyən edirik. Öz mahiyyətimizi özümüz yaradırıq. Bundan qaça bilmərik. Məhkumluq buradadır.
Biz azad olmağa məcburuq. Və bu seçimlər təkcə bizi yox, bütün insanlığı formalaşdırır. Bəli, bu da məsuliyyətin ağırlığıdır. Hər dəfə bir seçim edəndə sanki bütün bəşəriyyət üçün bir insan obrazı seçirik. Məsələn, qorxaq davranmağı seçəndə qorxaqlığı bəşəri bir imkan kimi təsdiqləmiş oluruq. Bu əlbəttə çox böyük bir məsuliyyətdir. Amma bu azadlıq tamamilə sərhədsiz deyil. Şərtlər var, həyatın reallıqları var. Əlbəttə, əlbəttə. Sartre buna olğusallıq deyir. Biz seçmədiyimiz bir çox şey var. Harada doğulduğumuz, hansı dövrdə yaşadığımız, fiziki bədənimiz, keçmişimiz. Bunlar bizim verilmiş şərtlərimizdir. Bəs azadlıq bu şərtlər içində necə işləyir? Azadlıq, məhz bu verilmiş şərtlərə bir məna vermək, onları aşmaq cəhdidir. Baxın, mətnlərdə gözəl bir nümunə var. Dağdakı qayalıq. Qayalıq öz-özlüyündə bir maneə deyil. O, sadəcə var. Amma əgər mənim ora dırmaşmaq kimi bir layihəm varsa... Hə, onda o qayalıq mənim üçün bir maneəyə çevrilir. Tamamilə doğru. Deməli, maneələri yaradan əslində bizim öz azad seçimlərimiz, layihələrimizdir. Azadlıq bu olğusallığı qəbul edib, onun içində özünü yenidən yaratmaqdır. Anladım. Bəs mətnlərdəki yapmaq və sahib olmaq bölməsi, bu azadlığın konkret təzahürləri ilə bağlıdır. Bəli, yapmaq, yəni hərəkət etmək, dünyanı dəyişdirmək və sahib olmaq, yəni mülkiyyət, bunlar da azadlığımızın dünyada özünü göstərmə formalarıdır. Bir şeyi istifadə etmək, məsələn, o xizək sürmə nümunəsindəki kimi. Qarı xizək üçün bir vasitəyə çevirmək. Qara yeni bir məna verirsən, onu özününküləşdirirsən. Sahib olmaq da belədir. Bu sadəcə hüquqi bir əlaqə deyil Sartre üçün. Daha dərin, varlıqsal bir bağdır. Sahib olduğumuz şeylər bizim varlığımızın bir parçasına çevrilir. Bizi əks etdirir. Biz nəyə sahibiksə, bir növ oyuq. Hətta bizim arzularımız, istəklərimiz də bununla bağlıdır. Bəli, Sartre hətta Freudin psixoanalizinə alternativ olaraq varoluşsal psixoanaliz təklif edir. Məqsəd, insanın bilinç altındakı komplekslər yox, insanın varlıqla olan ən təməl, ən fundamental münasibətini, onun ilkin seçimini anlamaqdır. Yəni, insan niyə məhz bu cür var olmağı seçir? Niyə məhz bu şeylərə sahib olmaq istəyir? Niyə məhz bu cür hərəkət edir? Bütün bunların kökündə dünyaya və özünə qarşı tutduğu bir təməl mövqe, bir ilkin layihə dayanır. Deməli, ən adi görünən bir hərəkətimiz, məsələn, bir fincan qəhvə içmək istəyimiz belə, bizim o təməl seçimimizdən xəbər verir. Onun nəzəriyyəsinə görə bəli, hər şey bir-birinə bağlıdır və insanın dünyaya qarşı tutduğu əsas mövqeyini əks etdirir. Əsas fikir budur ki, insan şuuru sabit bir şey deyil. O, daima dünyanı və özünü yenidən qurur, heçlikdən mənalar yaradır. Azadlıq, heçlik, başqasının varlığı. Bunlar ayrılmaz anlayışlardır və bizim dünyadakı təcrübəmizi, həyəcanlarımızı, qorxularımızı, ümidlərimizi formalaşdırır. Bu zəngin, amma etiraf edək ki, bir qədər də çətin müzakirənin sonunda, bəlkə də sizin üçün, əziz dinləyicilər, belə bir düşüncə toxuma əkək. Əgər Sartre haqlıdırsa və hər seçimimizlə bütün bəşəriyyət üçün bir məsuliyyət daşıyırıqsa, məsuliyyətin ağırlığı ilə gündəlik həyatımızda necə başa çıxırıq? Bu yük altında əzilməmək mümkündürmü? Ya da bəlkə elə bu məsuliyyəti qəbul etmək özü azadlığın ən ali təzahürüdür? Bunun üzərində düşünməyə dəyər. Dəyər, həqiqətən də dəyər. Ümid edirik ki, bugünkü söhbətimiz Sartre'ın dünyasına kiçik də olsa bir pəncərə aça bildi. Əgər bu tip dərin fəlsəfi müzakirələr sizin üçün maraqlıdırsa, kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Bəli, abunə olun, bəyənin, fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Bu, bizim üçün çox dəyərlidir. Növbəti müzakirələrdə görüşənədək.